Çünki biz min illərdir ki, primat həyatı yaşayırıq. İndi isə keçək mövzuya. Məhz Çinarə xanımın dediyi primat türünün mən Quran-ı Kərimlə sizə açıq şəkildə izahını və sübutunu göstərim. Mən bir də xatırladım, kimlərsə baxmayıbsa bu videonun əvvəlinə. Deməli, Quran-ı Kərimdə Əl-Bəqərə 228-ci ayədə belə qeyd olunur. Boşanmış qadınlar özləri üçün 3 heyz, 3 aybaşı dövrü müddəti gözləsinlər. Yəni, qadın təxminən 3 ay gözləməlidir. Deməli, burada məsələ nədir? Birinci, primat sözünü izah elədik. Bir də deyil, primat latın sözüdür və primus sözündən götürüb. Yəni, birinci, ən əsas, ən önəmli. Bunun da, belə deyil, bioloji, zooloji elmdə istifadəsindən sonra bu belə termin kimi istifadə olunur. Yəni, primat birinci, əsas olanların birincisi mənasına gəlir və bu da insan içində daxil olmaqla məməlik türünə aid. Yəni, primat onları izah edir. Belə, deməli, indi sizə o ayə ilə bağlı nə demək istəyirəm? Biz yadda saxlayın, təkamül keçmişik. Bu kitab isə onu təsdiq edən bir mənalı. Adəm üfürdü palçıqdan yaratdığının hər birinin arxasında bir kitab qədər bir həqiqət yatır. Ona görə də o ləhcəsini dəyişib, burada bəziləri atır mənə tez-tez, ləhcəsini dəyişib ölkəmizdə Azərbaycan ləhcəsi ilə yox, başqa bir ləhcə ilə danışanların videosunu mənə atmayın. Mənə heç kim məni tanıda bilməz. Bir insan sözünü tanımırsa, o Allah adından mənə dərs keçə bilməz. Xahiş edirəm. Bir nəfər var, ona ümumiyyətlə deyirəm. O fars ləhcəsi ilə danışanların ümumiyyətlə videosunu mənə atmayın. Atmayın da, yəni bir insan öz ləhcəsi ilə danışmırsa, onun mənə dediyi artıq sözün mənası yoxdur. Deməli belə, bax burada nədir məsələ? Yadda saxlayın ki, biz təbiətə bağlıyıq. Bəli, biz təkamül keçmişik və o təkamül nəticəsində biz olmuşuq insan. Yəni, insan olmuşuq, Adəm olmuşuq və bu hissə detalları ilə deyirəm. Bax, Peyğəmbərin 9 yaşı qız məsələsi mən dedim, nəyə görə? Çünki, bəli, aybaşı olmaq, bu artıq o deməkdir ki, təbiət buna icazə verir. İndi keçirik başqa bir məsələyə. Başqa məsələ nədir? Hamilə olmaq, yəni cütləşmək bu təbiətin qanunudur. Bir mənalı ildə 2 dəfə əsas etibarı ilə yazda və payızda bütün canlılar, bizdə də insanda qan qaynayan vaxt deyirlər, əsas yazda. Cütləşmə dövrüdür. Bitkilər tozlanır, bütün canlılar cütləşir, çürü qoyur, nə bilim yumurtlayır. Hərə də belə deyil, əxlaqına görə bunu eləyir. Çünki bütün canlıları idarə edən beyin adlı bir aparat var. Bəli, bu kainat yer üzündə buradan ora hərəkət edən hər bir canlını beyin idarə edir. Beyinlər tərəfindən böcəkdə, qarışqada, nə bilim, həmçinin bəzi ağaclar, bitkilər var, onların da beyinləri var. Belə oxumuşam bu haqda, yəni bilmirəm hansılardır, amma yəni hərəkətdir. Beyin hərəkət kontrol sistemidir. Beynin isə bir dənə əsas vacib olan proqramı var. Həyatda qalmaq və öz türünü artırmaq. Bu sənin istəyin deyil. Bu bizim nə üçündür? Həyatda qalma proqramıdır. Bəli, yemək, içmək qədər vacib bir şeydir. Həyatda qalma proqramıdır. Məhz istək, cinsi həvəs odur. Bu keyf eləmək üçün deyil. Bütün canlılarda həmçinin maraqlı. İndi xanımın demək istədiyini izah edim. Təbiətdə belə bir maraqlı qanuna uyğunluq var. Bir çox canlı növlərindən dişi heyvan, əksəriyyət canlılar dişi heyvan hamilə olduğu dövrdə cütləşmir. Cütləşmir, bəli. Məsələn, aslan dişisi hamilə olduğundan sonra erkəyi qəbul etmir. Canavar və digər bir çox məməlilərdə eyni davranış müşahidə olunur. Maral və at kimi növlərdə də hamiləlik zamanı cütləşmə baş vermir. Bunun səbəbi çox sadədir. Təbiət nəsil qarışığının qarşısını alır və embriyonu qoruyur. Yəni, təbiətdə artıq mayalanmış dişi orqanizm yeni cütləşməyə ehtiyac duymur. Artıq dölün götürüb və salonu böyüdür. Bu fikrin nəticəsində bu baxımdan boşanmadan sonra 3 ay gözləmə müddəti hamiləliyin olub-olmadığını müəyyən etmək üçündür. Nəsil qarşılığını aradan qaldırmaq, uşağın bioloji atasını dəqiq bilmək üçün bioloji və sosial funksiyanı yerinə yetirir. Təbiət qanunu belədir. Həyat yaranan yerdə yeni rəqabətə icazə verilmir. İnsan cəmiyyətləri də bu təbii qanunu sosial qaydaya çevirmişdir. Başa düşdünüz? İndi burada bir nüansı haşiyəni çıxım. Qadın hamilədir. Yəni 9 ay döl qarnında uşağı var, balası var. Amma erkək primatdır. Biz hələ Adəm olmamışıq. Yəni şuur hələ inkişaf edir. Amma təbiətdə bütün canlılar belədir. Yazdır, payızdır, fərqi yoxdur. 9 ay bu hamilədir. Amma erkək
öz təbiətin qanununu yerinə yetirməlidir. Bəli, çünki artıq o dişi hamilədir. Bunu heyvan eləmir. İnsan necə eləyə bilər? Amma erkəyin də funksiyası cütləşməkdir. Yəni o geni, beynin əmri altında genini davam elətdirmək istəyir. Və salam. Və ona görə də bu hamilə vaxtı ona toxunmur, amma bir başqası ilə cütləşməlidir. Çünki bu qanundur, təbiət qanunudur. Bunu demək istəyir Quran. Məhz Əl-Bəqərə surəsi 228-ci ayə deyir ki, boşanmış qadınlar özləri üçün 3 heyz, yəni 3 ay başı müddəti gözləsinlər. Bu nə deməkdir? Bax, məhz bu nəsil və genetikanın qorunması, insan nəsli üçün ən vacib şey uşağın atasının kim olduğunu dəqiq bilinməsidir. Əgər qadın boşandıqdan sonra dərhal başqa bir kişi ilə evlənsəydi, hamiləlik vaxtı uşağın hansı kişidən olduğunu bilinməzdi. 3 ay gözləmə hamiləliyin olub olmadığını dəqiq göstərir, nəsil qarşılığının qarşısını alır. Bu isə bioloji və təkamül baxımından çox vacib bir mexanizmdir. Hamiləliyin ilk əlamətləri. Biologiyada məlumdur ki, qadında hamiləlik əlamətləri adətən 2-3 ay ərzində aydın olur. Yəni 3 aylıq müddət bioloji yoxlama müddəti kimidir. Təkamül baxışı, təkamül nəzəriyyəsinə görə insan cəmiyyətləri nəsil qoruyan qaydalar yaratdılar. Bu qaydaların məqsədi genetik qarşılığı azaltmaq, uşağın sosial və bioloji atasını müəyyən etmək, ailə sistemini sabit saxlamaq idi. Bu baxımdan iddə müddəti qədim cəmiyyətlərdə bioloji və sosial təhlükəsizlik mexanizmi kimi işlərdi. Bəli, boşanmış qadının 3 ay gözləməsi dini bir qayda kimi təqdim olunsa da, amma əslində bu insan nəslinin qorunması üçün yaranmış bioloji və təkamül mexanizmidir. 3 ay ərzində hamiləlik aydın olur və uşağın atasının kim olduğu aydın olur. Sonda unutmayın ki, bu ilə bağlı mənim videom var. Ərəblərdə İslama qədər belə bir adət var idi. Bir qadın bir neçə kişiyə ərə gedirdi, uşağın da hansı kişidən olmasını özü müstəqil şəkildə təyin edirdi. Ki bundan da ondan da və o cürdə qəbul olurdu. Məhz o cəhalətin qarşısını almaq üçün adağa qoydu və amma kişi üçün bunu saxladı. Bu qədər sadə. Çinarə xanımı tanımıram, amma öz təşəkkürümü bildirirəm. Sağ olsun, gözəl, mükəmməl və düppədüz. Kaş ki, hər kəs sənin qədər, ay Çinarə xanım, həqiqəti görə bilərdi. Uğurlar.